Değerli dostlar, hər vaxtınız xeyir olsun. Hal-hazırda Tovuz rayon Quşçu kəndinin ərazisində yerləşən Əsrik, Cırdaxan, Dondar, Quşçu kəndinə gedən yolun kənarındayıq. Değerli dostlar, bugünkü günü çəkiliş etməkdə bir məqsədimiz var. Rayonumuzun gözəlliyini öz mənafeyləri üçün korlayan insanlar üçün çəkiliş edirik. Gördüyünüz kimi neçə yüz yaşı olan yaşıl ağacı günlərdir böyrü üstə yıxıblar. Bunu da nəzərinizə çatdırım ki, bir neçə gündən sonra gördüyünüz bu ərazidə hər hansısa bir obyekt inşa olunacaq. Mənim obyekt yiyəsindən heç bir problemim yoxdur. Heç tanımıram da, yer yiyəsini də tanımıram. Sadəcə olaraq mənim çəkilişim ekologiya və nümayəndələri bu torpağı, bu əraziyi satan şəxslərədir. Allah rəhmət eləsin ulu öndərimizə. Ulu öndərimiz deyərdi ki, bir ağacı kəsən elə bil ki, mənim balamın bir qolunu kəsir. Ruhun şad olsun ulu öndər. Bu günləri bu ərazidə günü günlə, gün sayına vursaq, həftədə bir ağac kəsilərək yerində obyektlər inşa olunur. Mən artıq dərəcədə aidiyyətli orqanlardan xahiş edirəm və rayon rəhbərlərinə müraciət edirəm. Aidiyyətli qurumlara müraciət edirəm. Rayonumuzun ekologiyasını korlamayın. Rayonumuzun yaşıllığını, gözəlliyini məhv etməyin. Bu günləri bu torpağı satıb 5 min, 10 min pul alırsınız, amma rayonumuzun gözəlliyini itirirsiniz. Bu ağacın yerində bir ağac əkib, baxın qarşı tərəfdə gördüyünüz o boya çatdırmaq üçün nə bu torpağı satanın, nə mənim, nə də bu torpağı alıb bu ağacı məhv eləyənin ömrü çatmaz. Bu ağaçları vaxtında buraya əkənə də, əkdirənə də Allah rəhmət eləsin. Vaxtında əkiblər, böyüyüb neçə yüz ildən sonra bu cürünə böyük bir ağac olub. Amma bugünkü günü məhv olunur. Təbiət məhv olunur. Bu təbiəti qoruyağın. Əziz Tovuzlar, bu günləri bir neçə nəfər öz mənafeylərini güdərək, öz qazançlarını güdərək, əraziləri sataraq yaşıllıqları məhv edirlər. Belə baxıram ki, buna rəhbər orqanlar göz yumurlar. Çünki adiyyət alırlar. Onlara rayonun gözəlliyi, onlara yaşıllıq, onlara neçə yüz yaşı olan, tarixə düşmüş ağaçlar yox. Onlara bu günləri pul lazımdır. Evlatlarının altına inamarka almaq üçün. Onların evlatları inamarka sürəcək, bizim rayonumuzun yaşıllığı məhv olacaq. Əziz dostlar, bəyənin, paylaşın. Qoy adiyyəti orqanlara çatsın. Lazımı ünvanlara çatsın ki, yaşıllığın qırılmasının qarşısı bəlkə alınır. Allah sizləri var eləsin. Bu gördüyünüz yolun kənarında bütün ağac olardı, meşə kimi yaşıllıq olardı, bir obyekt də olmazdı. Amma bugünkü günü ağaçlar sayla qalıb, maşallah olsun, obyektlərin sayı bilinmir nə qədərdir.